Amma Aşura günündə isə, xüsusilə Aşura günündə oruç tutmaq bəyənilmir, məkruhdur və bu Əhl-i Beyt düşmənlərinin Biz qardaşlarım bəzən bizə sanki qüsur tutan kimi deyirlər ki, bugün Muhammed sallallahu aleyhi və səlləmin nəvəsinin öldürülmüş olduğu gündür. Və bizim şeyximiz, ağsaqqalımız, qəsəbəmizin ona bir nəfər belə bir söz deyir. Deyir ki, niyə ehsan vermirsiniz? Əhlüsünnə deyirsiniz, niyə yemək içmək vermirsiniz Aşurada? Bizim şeyximiz deyir ki, cavab olaraq, biz zaten oruç tutmağımız Allaha görədir. Allaha şükür olaraq ki, Musa aleyhissalam Allah azze və cəllə qurtarıb. Lakin o cür sualın qarşılığında hikmət sahibi olan adamların verə biləcəyi ən gözəl cavabı bizim şeyximiz verir. Ona deyir ki, bizim Muhammed sallallahu aleyhi ve sellemin öldürüldüyü gün boğazımızdan yemək keçməz. Oturub basıb yeyəsən sən. Necə sənin yaxının ölsəydi, sən yerdinmi, içərdinmi? Çox sevdiyi və iddia etdiyin Muhammed sallallahu aleyhi ve sellemin nəvəsi ölüb. Necə sənin boğazından keçir?